Deməli, Azərbaycanda bir ailə ümumilikdə dövlətdən 2259 manat sosial ödəniş alır dostlar. Həqiqətən bu nağıl filan deyil. Mən də başlığı oxudum, birinci belə təəccübləndim. İmişlinin Qaragüvənlikli kəndində yaşayan çox uşaqlı Talıbovlar ailəsinə ümumilikdə 2259 manat sosial ödəniş edilir. Və maraqlısı nədir? Ailəyə ödənildiyi bildirilən 1120 manat Talıbovlar ailəsinə 5-dən çox uşağın olmasına görə ödənilən müavinətdir. Bu müavinətlə yanaşı həmin ailə davamlı olaraq ünvanlı sosial yardım proqramı ilə əhatə olunub. Hazırda da ailə ünvanlı sosial yardım və ailədəki 1 yaşadək uşağa müavinət olaraq 1139 manat aylıq sosial ödənişlə təmin olunur.